Saytımıza daxil olan şikayət əsasında araşdırma apardıq və nəticədə məlum oldu ki, Azərbaycanın ən məşhur banklarının birinin rəsmi səhifəsində çox ciddi təhlükəsizlik boşluqları mövcuddur. Belə ki, istənilən üçüncü bir şəxs kartınızın son 4 rəqəmini və şəxsiyyət vəsiqənizin FIN kodunu daxil etməklə sizin bütün məlumatlarınıza giriş əldə edə bilirlər. Baxın. Gördüyünüz kimi bütün ödənişlər hamısı burada qeyd olunub. Böyük bir kütlənin müraciət elədiyi bankda belə bir ciddi təhlükəsizlik təmin olunmaması isə çox böyük sual doğurur. Online bankingin səhifəyə girəndə mən belə deyim də şoka düşdüm. Yəni niyə görə? Çünki orada online bankingə girmək üçün cəmi 2 dənə xananı doldurmuş yəni ki olmalısan ki, yəni sən ora girə biləsən. Kartın son 4 rəqəmi və FIN kodu. Yəni kartın son 4 rəqəmi heç cür yəni məxfi bir məlumat deyil. Nəinki FIN kod, seriya, nömrə, şəxsiyyət vəsiqə məxfi məlumat sayılmır. Seçilmiş vaxt çərçivəyə siz set eləyib, yəni ki orada seçib, siz bütün tranzaksiyaları görə bilirsiniz. Hara xərclənib, nə vaxt xərclənib, kim sizə pul göndərib, nə qədər göndərib, siz hara xərcləmisiniz və balansı görə bilirsiniz. Ayarlardan, yəni nastroykalardan siz onu hətta e-poçt ünvanı da dəyişə bilirsiniz. Məsələ ilə bağlı Unibankın 117 qaynar xətt xidməti ilə əlaqə saxladıq. Unibank xeyriyə buyurun. Salam xanım, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Buyurun. Xanım, sizə bir sualım olacaqdı. Mən bu Unibankın rəsmi səhifəsinə daxil oluram. Orada deməli kartımın son 4 rəqəmini qeyd eləyirəm. Bundan əlavə FIN kodumu daxil eləyirəm. Bunu istənilən bir şəxs bu məlumatları daxil eləyib nəyə görə mənim orada nəyə ödəniş elədiyimi və şəxsi məlumatlarımı görə bilir? Buna bir cavab verə bilərsiniz? Yəni təhlükəsizliyin təmin olması ilə orada yalnız məlumatlar görünür, karta bağlı məlumatlar. Yəni oradan heç bir istifadə, ödəniş mümkün olmur bundan bağlı. Ödəniş olunmur, amma istənilən adam mənim nəyə ödəniş elədiyimi görə bilir axı. Yəni bu sayt olaraq sistem belə quraşdırılıb. Bununla bağlı təklif kimi yönləndirə bilərik növbəti aylarda nəzərə alınması üçün, amma hal-hazırda yəni bununla bağlı başqa bir mümkün olmur. Yəni hər hansı bir əməliyyat icra etmək və ya sorğu qeyd almaq olmur. Tamam xanım, təşəkkür edirəm, sağ olun. Təşəkkür edirəm. Təbii ki də bu düzgün bir şey deyil. Kimsə mənim kartın son 4 rəqəmi və PIN kodum vasitəsilə girib mənim hər hansı bir elədiyim ödənişləri görsün. Bu mənim üçün çox böyük bir ciddi problem yaradıb və mən buna qəti şəkildə etirazımı bildirirəm. Mənim kartımı mən istəyirəm ki, heç kim məndən əlavə heç kim məlumatının xəbəri olmasın. Kartımdan nə qədər vəsait xərcləyirəm, bunu heç kimə adiyyəti olmasın, heç kim xəbərdar olmasın. Mən onu istəyirəm. Bax, beləcə biz bankın qaynar xətti ilə əlaqə saxladıq və onlar özləri də qəbul etdilər ki, kartımızın son 4 rəqəmini və FIN kodumuzu daxil etməklə istənilən üçüncü bir şəxs bizim məlumatlarımıza daxil ola bilər. İndi isə rəyləri sizə buraxıram. Sizcə bu nə dərəcədə etikdir?